Orxan Xəncərlioğlu. Bir payız günü. Doğan pəncərənin qarşısındakı kresloda rahat əyləşmişdi. Günəşin zərif şəfəqləri altında bahar çiçəkləri ilə bəzənmiş yaşıl bir ağaca baxırdı. Pəncərədən gizlənpaç oynayan uşaqların səsi gəlirdi. Doğan qolundakı saata baxdı. Birin yarısı idi. O kimi isə gözləyirdi. Elə buna görə də tez-tez qapıya qulaq asırdı. Birdən ona elə gəldi ki, qapının zəngi çalındı. Qapı öz-özünə açıldı. Kimsə içəri girdi. Ətrafa xoş ətir yayıldı. İçəri girən adam dedi: "Səni çoxmu gözlətdim? Bağışla məni. Avtobuslar elə tünlükdü ki, 2 avtobus dolu olduğundan saxlamadı. Üçüncüsünə çətinliklə minə bildim. Çox narahat olmadın ki?" O başını qaldırıb ətrafına baxdı. Otaqda heç kəs yox idi. Qapının zəngi vurulmamış, içəri heç kəs daxil olmamışdı. Bütün bu fikirlər bu anda onun ağlına gəlmişdi. O kreslodan qalxmaq, pəncərəni açmaq, qızın gələcəyi küçəyə yaxından baxmaq istədi. Baxmaq lazım deyil. Necə olsa birazdan gələcək. Neçə illərdir ki, eyni vaxta gəlir. Elə bir gün olmamışdı ki, gəlməsin. Mütləq gələcək. Onu pəncərə qarşısında deyil, beləcə kresloda oturaraq qarşılamalıyam. İnci dünən saat neçədə görüşəcəyimizi müəyyənləşdirmək üçün zəng vurduğu vaxt Tülin mənim qarşımda əyləşmişdi. Mənim qızardığımı, kəkələdiyimi görməmək üçün masanın üstündəki jurnallardan birini götürüb vərəqləməyə başladı. O özünü elə göstərirdi ki, güya hər şeyə qarşı laqeyddir. Uca boylu, bahalı paltarlı, qürurlu gözəlliyi ilə həmişəki kimi hamını heyran qoyurdu. Sonra mən onu bankın müdirinin otağına qədər ötürərkən ürəyimin bəşdən vurduğunu eşitdim. Nahaq yerə gülümsəməyə, danışığımızı davam etdirmək məqsədi ilə bir neçə söz tapıb deməyə çalışdım. Onu görən kimi xidmətçilər məndən çox onun üçün ayağa qalxıb hörmətlə yol göstərdilər. Onun atasının, bizim idarənin müdirinin otağına bütün məmurlar qorxa-qorxa girərdilər. O isə saymazcana, özünəməxsus bir əda ilə otağa daxil oldu. Kresloda mürgüləyən Doğan birdən gözlərini açdı. Mən hər şeyi birbə-bir İnciyə başa salacağam. Eşqimizin çox şirin bir xəyal olduğunu, halbuki hər xəyaldan gec-tez ayılmaq lazım gəldiyini ona deyəcəyəm. Hadisələrin bizdən asılı olmayaraq inkişaf etdiyinə onu inandırmalıyam. Onu başa salmalıyam ki, bu işdə mənim heç bir günahım yoxdur. O yenidən gözlərini yumub düşüncələrə daldı. Bankın yaradılmasının ildönümü münasibəti ilə keçirilən ziyafət gecəsi ömrümdə ilk dəfə həqiqətən xoşbəxt olduğum gecə idi. Həmin gecə mən ilk dəfə olaraq həyatın, gözəlliyin, sevincin mənasını anlamışdım. Mən belə xüsusi adamlar dəvət olunmuş ziyafət gecəsində ilk dəfə idi ki, iştirak edirdim. Mən hələ bir ay əvvəl bu gecəni xəyalımda canlandırmışdım. Birovuz aldığım frakı gündə bir neçə dəfə geyinib soyunurdum. Bərbərxanaya gedib saçlarımı düzəltdirmişdim. Atadan qalan qızıl saatı qoluma taxmışdım. Ürəyimi daman daxili bir hisslə ziyafətə gedəcəyimi İncidən gizlətmişdim. Ziyafət gecəsi Tülinlə rəqs edərkən qollarımın arasında tutduğum bu qızın nə qədər gözəl, xoşxasiyyətli bir insan olduğunu duyarkən qəlbimdə xoşbəxtlik, həyəcan hissi oyanmışdı. Biz rəqs etdikcə mənim iş yoldaşlarım həsədlə bizə baxırdılar. Tülinlə rəqs etdiyim zaman İncini büsbütün unutmuşdum. Biz sonra Tülinlə bufetə gedib limonad alıb içmiş, yenidən rəqs etmiş, bağçaya çıxıb səmadakı dəyirmi aya baxmışdıq. Mən elə bil ki, bütün həyatı unutmuş kimi idim. Üstəlik Tülin məni bir həftə sonra olacaq ad gününə dəvət etmişdi. Həmin anda bu qızın müdirimin qızı olduğunu belə unutmuş, onu özümə İncidən daha yaxın bilmişdim. Doğan bu xoş xatirədən ayrılıb ayağa qalxdı. Tez qapıya tərəf getdi. Qulağını qapıya tutaraq qulaq asdı. Böyük bina tamamilə sükut içində idi. Qapını açıb dəhlizə çıxdı. Mərmər pilləkənlərdə heç kəs gözə dəymirdi. Bu nədir? Mən niyə bu qədər həyəcan keçirirəm? Bir uşaq kimi hərəkət edirəm. Qadından ayrılan birinci kişi mən deyiləm ki. Yoldaşlarımın çoxu ayda bir sevgili dəyişdirir. Mən isə 3 il sürən bu macəradan özümü qurtarmaq üçün nə qədər həyəcan keçirirəm. Kişi olmaq lazımdır. Çəkinmək gərək deyil. Hadisələri dözümlülüklə kişi kimi qiymətləndirməliyəm. Yenə də pəncərənin qarşısındakı kresloda əyləşdi. Bugünkü hadisənin məsuliyyətindən qorxurdu. Onu bayaqdan bəri əsəbləşdirən də elə bu idi. Gözlərini pəncərəyə çevirdi. Bir uşaq ağaca çıxırdı. O yuxarı qalxdıqca bahar çiçəkləri yerə tökülürdü. Həmin bazar günü o evə getmək üçün özümdə necə qüvvət tapa bildiyimə indi də təəccüb edirəm.
Yazıq bacım vasvasılığıma bələd olduğundan şalvarımı 2-3 dəfə ütüləmişdi. Ağ köynəyimə uyğun gələn qalstukumun ləkələrini öz əlimlə təmizləmişdim. İmtahana gedən bir tələbə kimi qəlbim həyəcanla çırpınırdı. Yolda bir neçə dəfə geri qayıtmağı, bir həftədən bəri yaşadığım bu xəyal dünyasından özümü qurtarmağı, gündəlik həyatımın rahatlığı içərisində qalmağı düşünmüşdüm. Öz-özümə məni doğrudan istəyərəkmi çağırmışdı, deyə soruşmuşdum. Yoxsa bu ev sahibinin nəzakətini göstərən bir şey idimi? Yəqin ki, mənim gəlməyimi lazım bilib çağırmışdı. Yoxsa özü deməsəydi, o bazar günü ad günü olduğunu hardan bilərdim? Həm də ki, nə üçün məhz məni çağırmalı idi? Təqsim küçəsində, texniki universitetə gedən asfalt yolda gözlərim önündə İncinin sarı saçları canlanırdı. Elə həmin andaca bahalı paltarda olan Tülini görmüş kimi oldum. Hansı yaxşı idi? Hansı gözəl idi? Sadə paltarlı, mehriban simalı, sarı saçlı İncimi, yaxud gözəl libaslı, gözəl camallı Tülinmi? Bu anda mən bunu ayırd edə bilmədim. Doğan daxilən gələn bir qüvvətlə nə etdiyini özü də bilmədən ayağa qalxdı. Hündür boylu, enli çiyinli, seyrəlmiş qara saçlı bu adam pəncərədən düşən günəşin işığında tunç heykələ bənzəyirdi. O qapıya yaxınlaşıb gələn olduğunu yoxlamaq məqsədi ilə qulaq asdı. Hələ gələn yox idi. Sonra masanın üstündəki dolçadan stəkana su tökdü. Bir nəfəsə içdi. Sərin suyun mədəsinə, damarlarına yayıldığını duydu. Yenidən pəncərənin qarşısındakı kresloda oturdu. Ayağını ayağının üstünə aşırdı. Siqaret yandırdı. Qapılarının qarşısında duran o iri, mavi maşını bugünkü kimi xatırlayıram. Bu bizim bankın müdirinin hər gün banka gəlib getdiyi maşın deyildi. İnsana rahatlıq, özünə inam, yaşamaq sevinci verən bu maşının mənimlə nə kimi bir əlaqəsi olduğunu şəksiz ki mən bilmirdim. Evin böyük qapısını gənc bir xidmətçi açdı. Adımı soruşduqdan sonra məni mərmər döşənmiş, geniş, yaraşıqlı bir həyətə apardı. Həyətin ortasında kiçik hovuzun içində qırmızı balıqlar üzürdü. Mən bu nəşəli ad günündə böyük, səsli-küylü bir məclis olacağını zənn edirdim. Burada, həyətdə isə tamamilə sakitlik idi. Mən çaşıb qalmışdım. Nə edəcəyimi bilmir, heyrətlə ətrafıma baxırdım. Mən evə daxil oldum. Geniş dəhlizdə divarlarda iri, qara rəngli tablolar asılmışdı. Xalçalarla bəzənmiş mərmər pilləkənlər görünürdü. Mən Tülinin olduğu otağa girdiyim zaman heyrət içində idim. O danışmağa başlamasaydı, ağzımı açıb bir kəlmə də deyə bilməyəcəkdim. O qəşəng, şəhla gözləri ilə məni başdan ayağa qədər süzdü. Əlindəki dəsmalı didmək istəyirmiş kimi o yan bu yana dartırdı. Tülin dedi: "Siz gəldiniz." "Bəli, yəqin ki, mən sizə deməyi unutmuşam. Biraz xəstə kimiyəm. Buna görə də ad günümü bir həftə sonra keçirməyə qərarı aldım. İştirak edəcək adamların hamısına xəbər vermişəm." O şənlik gecəsindəki mehribanlıqdan fərqli olaraq Tülinin belə soyuqqanlı davranışı məni yerimdə dondurdu. Bir kəlmə də danışmadım. Özümə baxdım. Günlərdən bəri xəyalımda canlandırdığım gözəl xəyal dünyası bir andaca yox oldu. Mən artıq məğrur şahzadə deyildim. O da gözümdə heç də bir pəri kimi canlanmırdı. Qarşımda duran müdirin qızı idi. O mənə baxıb laqeyd halda dedi: "İndi ki gəlmisiniz, oturun." Bu halda başqa bir şey edə bilməyəcəyim üçün əyləşdim. Qəşəng, məxmər pərdələrin arasından azacıq gün işığı düşürdü. Mən elə narahat vəziyyətdə idim ki, hirslənə də bilmirdim. Qızın üzünə baxmağa utandığım üçün önümə baxırdım. Nə qəribə vəziyyətdə idim. O anda özümün son dərəcə gülünc halda olduğumu indi yaxşıca xatırlayıram. Mən harda idim? Nə edirdim? Bankdakı yüzlərcə yoldaşım kimi öz iş gücümə başım qarışan kiçik bir məmur idim. Bir incim vardı mənim. Sevir, sevilirdim. Qazancım biraz artdıqdan sonra onunla evlənəcək, illərdən bəri qəlbimdə baş qaldıran arzuma çatmış olacaqdım. Kiçicik bir evim, yaxşı bir anam, bacım vardı. Bütün bunların arasında özümü xoşbəxt sanırdım. Mənim bu iri, gözəl evdə nə işim vardı? Bura necə gəlmişdim? Bu qarşımdakı qız kim idi? Tülin gözlərini üzümə dikərək dedi: "Vermut içirsizmi?" "Siz narahat olmayın." Mən qalxıb getmək istədim. O məni tənbih edirmiş kimi ucadan səsləndi: "Oturun, tələsməyin. Məni bağışlayın, bu gün çox əsəbiyəm. Gəlməyiniz yaxşı oldu. Bir söhbət eləyin görək." Mən nə söhbət edə bilərdim? Qərarsız halda üzünə baxdım. Nə söhbət edim? "İşinizdən, atamdan söhbət açın. Atamı sevirsizmi?" Necə oldusa mən birdən-birə dedim: "Xeyr, sevmirəm." Mən bildim ki, bu sözün yeri deyildi. Gərək belə deməyəydim. Ancaq bu söz birdən-birə gözlənilmədən ağzımdan çıxmışdı.
O gün Tülin ilk dəfə olaraq mənim bu sözümü eşidib gülümsündü. Niyə atamı istəmirsiniz? Ona görə ki, tanımıram. Biz kiçik məmurlar idarəmizin başçısını ildə ancaq bir dəfə görürük. Heç atamla danışmamısınız? Heç bir dəfə də danışmamışam. Yalnız o şənlik gecəsində bir-iki kəlmə. Tanımadan necə olar? Doğrusu bu çox qəribədir. O əvvəlcə kəsik-kəsik, sonra qəhqəhə ilə gülməyə başladı. Bu xanım qızın bizim idarənin işi haqqında heç bir təsəvvürü yox idi. Onun ürəkdən gülməyi mənim narahatlığıma son qoymuş, dilimi açmışdı. Onun atasının rəhbərlik etdiyi bankdakı işlərin iç üzünü qısaca olaraq söyləməyə çalışdım. O anda ağlıma nə gəldisə dedim. Oradan-burdan lazım olmayan sözlər söylədim. Tülün maraqla məni dinlədikdən sonra dedi. Deməli, səhər saat 8-dən axşam saat 8-ə qədər işləyirsiniz? Bəli, deyə sözünü kəsdim. Elə olur ki, 8-dən sonra da qalırıq. Bəzən 9-a, 10-a qədər işləyirik. İş qurtarmaq bilir ki... bəs nə zaman yaşayırsınız? Bazar günləri. Bu sözüm onu büsbütün güldürdü. Üzündəki kədər kölgəsi çəkilmiş, gözləri parıldağmağa başlamışdı. Ovcundakı dəsmalı pəncərəyə atmışdı. O birdən-birə ayağa qalxdı. Məni gözləyin, deyib otaqdan çıxdı. Mən onu gözlədim. Əlbəttə, mən indi bayaq xidmətçi məni içəri buraxdığı vaxtda olduğu kimi darıxmırdım. Yenə də həmin ziyafət gecəsində olduğu kimi özümü bəxtiyar və rahat hiss edirdim. Bir neçə dəqiqədən sonra Tülin otağın qapısında göründü. Onun əynində belinin incəliyini, boyunun uzunluğunu aydın göstərən idmançı jaketi vardı. Qara gözləri sevinçlə gülürdü. Əlinin işarəsi ilə məni yanına çağırdı. Mərmər pilləkənlərdən tez-tez endim. Sanki mənə uçmağa qanat vermişdilər. Tülinin yanımda olması qəlbimi sonsuz bir sevinclə doldurmuşdu. Biz böyük qapıdan çıxdıq. O qapının ağzında dayanmış iri, mavi maşına tərəf getdi. Qapını açdı. Mənim qolumdan tutub yanında əyləşdirdi. Maşın tərpəndi. Mən bir anda özümü Bəyoğlu küçəsinin qələbəliyi içərisində hiss etdim. Danışmırdıq. Yollarda aprel axşamının sərinliyi duyulurdu. Maşınımız su kəmərlərinin yanından Saraçxanaya doğru keçərkən mən soruşdum. Hara gedirik? O gülərək. Qorxma, dedi. Səni qaçırtmayacam. Mən danışmaq xatirinə dedim. Yox, gecikə bilərəm. Anam narahat olar. Mənim bu sözlərim heç də yalan deyildi. Halbuki o bunu zarafat hesab edirdi. Heç vaxt ağlına da gəlməzdi ki, doğrudan da mənim üçün narahat ola bilərlər. Qarşımızdakı boz buludların içərisindən qıpqırmızı axşam günəşi görünürdü. Ancaq hələ günəşin batmağına çox vardı. Tülin güldü. Söz verirəm ki, səni sağ-salamat anana çatdıracağam. Heç narahat olma. Yenə mənə elə gəlirdi ki, şirin bir röya görürəm. Bu son günlər mənim həyatımda qəribə, görünməmiş hadisələr baş verirdi. Bu nə cür dünya idi? Həyatdakı bütün həqiqətlər sanki yox olur, insanın xəyalında bir roman, bir kino, bir xəyal dünyası baş qaldırırdı. Şənlik gecəsinə çağırıldığımı, bir ovuz fıraq aldığımı xatırlayırdım. Bir gecənin içində məndən çox-çox uzaq olan bir cavan qızla çox yaxınlaşdım. Sonra yenə oraya, o qızın evinə getdim. O xoş, hərarətli yuxudan oyanmış kimi adi bir həyat həqiqəti ilə qarşılaşdım. Qız məni çox soyuq qarşıladı. Sonra yenidən dostlaşdıq. Yenidən mehribanlaşdıq. Budur, indi maşınımız üfüqdəki qıpqırmızı günəşə doğru gedir. İri, mavi maşında yanaşı oturub mehribanlıqla, səmimiyyətlə söhbət edirik. Birdən qız maşını saxladı. Mənə dedi, arxadakı oturacaqda konyak var, onu götür. Mən əlimi arxa oturacağa uzatdım. Arxa oturacaq içki barına bənzəyirdi. Mən oradan bir konyak şüşəsi, 2 kiçik qədəh götürdüm. Konyakı içib şüşəni kənara tulladıq. Sonra bir-birimizin üzünə baxdıq. Bu anda ikimiz də eyni şeyi düşünürdük. Mən onu qucaqladım. Dodaqlarımı dodaqlarına yaxınlaşdırdım. Nişanlanmağa qərar verdikdən sonra maşınla həmin o yerdən çox keçərdik. Eyni yerdə çox öpüşərdik. Bu yer bizim ilk görüş yerimiz kimi hər ikimiz üçün çox müqəddəs idi. Ancaq o axşamki ilk görüşümüzdə sevincli dəqiqələrin ləzzətini heç vaxt unuda bilmərəm. Artıq günəş batmaq üzrə idi. Hava qaralmağa başlayırdı. Sərin bir meh əssi. Hardasa uzaqdan, lap uzaqdan bir köpəyin hürməyi eşidilirdi. Biz batan günəşin arxasınca buraxdığı son işıqlara baxırdıq. Tülin başını oturacağa söykəmişdi. Dodaqları islaq, gözləri yarıaçıq idi. Həyat nə gözəldir, Doğan. Elədir əzizim, həyat doğrudan da gözəldir. Xüsusilə səninlə bir yerdə olanda onun gözəlliyi başqa şəkildə meydana çıxır. O çeçələ barmağı ilə burnumu çırpmaladı.
Sən heç aşiq olmusanmı? Heç özüm də bilmirəm necə oldu ki, ətrafındakı hadisələrə etirazımı bildirən bir qüvvətlə, atasını istəmədiyimi dediyim bir inamla, yox, heç kəsi sevməmişəm, dedim. Sonra istər-istəməz zəif səslə əlavə etdim. Düzdür, indiyəcən istədiyim qız olmayıb. İndi isə deyəsən sevmək üzrəyəm. Ürəyimdə sanki nəsə qırılıb töküldü. Çox müqəddəs bir hiss məhv oldu. Ona İnci haqqında danışmağı, 3 ildən bəri İncini coşqun bir məhəbbətlə, dəlicəsinə sevdiyimi Tülinə söyləməyi necə arzuluyurdum. Ancaq danışa bilmirdim. Deyə bilmirdim. Elə bil ki, kimsə mənə bu haqda danışmağı qadağan etmişdi. İncini düşünmək istəyirdim, düşünə bilmirdim. Qəlbimdə kədərlə sevinc bir-birinə qovuşmuşdu. Şirin, acı duyğular anlaşılmaz bir dildə söylənilən sirlərlə dolu bir dua kimi ürəyimi parçalayırdı. İnsan eyni zamanda, eyni güclə iki eşqi duya bilərmi? Bəs bunların hansı həqiqi idi, ülvi idi? Hansı doğru idi? Gözlərimi yumur, ikisini də yan-yana görməyə çalışırdım. Sarı donlu İnci pəmbə bir aydınlıq, xoş bir hərarət saçırdı. Tülünün simasında isə canlı bir qaranlığın görünməz qüvvəsi vardı. Yaxşı ki, ağlım öz qərarını verdi. Yoxsa hələ bəlkə də bu qərarsızlıq içərisində bu gərgin vəziyyətdə çırpınacaqdım. Qol! Eşikdə uşaqlar futbol oynayırdılar. Qapının zəngi 2 dəfə dalbadal, kəsik-kəsik vurdu. Doğan bayaqçı rahatlığı, şirin xəyalları kənar edərək yerindən qalxıb qapıya tərəf getdi. Qapını açarkən barmaqları titrəyirdi. Qapı elə bəş açıldı ki, sanki içəri girən şəxs günlərdən bəri görmədiyi bir insanı görəcək, həsrətlər qovuşacaqdı. Onun gəlişi ilə az işıq düşən, yarıqaranlıq uzun dəhlizə isti, xoş bir nəfəs, təmiz insan qəlbinin hərarəti yayıldı. O bir anda ürkək baxışları ilə uzun dəhlizin o biri ucundakı günəşli otağı, qapıları aralı olan mətbəxi, hamamı nəzərdən keçirib qırmızı, hərarətli dodaqlarını Doğanın üzünə yapışdırdı. Doğanın sinəsinə sıxıldı. İniltili səslə dedi. Əzizim mənim, canım ciyərim mənim. Sən nə yaxşı qızsan, İnci. Qızın son dərəcə vəfalı olması, mehribanlığı, çox nəvaziş göstərməsi, saçlarının üzünə, qulaqlarına toxunması Doğanın donmuş, duyğusunu itirmiş sifətinə heç bir təsir göstərmirdi. Doğanın üzü pəncərənin o tərəfindəki mavilik kimi donuq, səssiz və hərəkətsizdi. Bu sifətdə heç bir nəvazişə cavab duyulmurdu. Anan, bacın hardadır? Nəhayət İnci soruşdu. Görürsən hardadılar, deyə Doğan öz-özünə düşündü. İnciyə cavab vermək lazım idi. Küçəyə çıxıblar. Həmişəki kimi təkik, özün bilirsən də. İnci ürəyinin çırpıntısını azaldan, qəlbinin dərinliyindən gələn bir gülüşlə güldü. Tezcə otağa keçdi. Kiçik əl çantasını, jaketini divanın üstünə tulladı. Biraz gecikdim. Özün bilirsən də. Doğan gülümsəməyə çalışdı. Bilirəm, avtobuslar elə basa-bastı ki. İkisi heç dayanmadı, üçüncüsünə çətinliklə minə bildim. Bilirəm, bütün bunları bilirəm. İnci mətbəxə keçdi. Qapının arxasındakı mıxdan asılmış önlüyü götürdü. İpək paltarının üstünə keçirərək bacarıqlı əlləri ilə önlüyünün bağlarını bağladı. Mənim balam çoxmu acıb? İndi sənə yemək hazırlayaram. 2 şüşə şərab almısan? Mən bu qədər çox içə bilmərəm, ha. Niyə? Mənsə bugün şərab içmək istəyirəm. Özü də çox, lap çox. Doğan öz-özünə düşündü. Kaş 3 şüşə alaydım, kaş 4 şüşə alaydım. Bir bək sərxoş ola bilsəydim. Doğan mətbəxin qapısına söykənib ona baxırdı. Bir-birinə yapışmış ət parçalarını ayırıb qazana tökən, kartofun qabıqlarını sürətlə soyan bu bacarıqlı, bu biçimli, bu gözəl əllər onun idi. Yalnız ona məxsus idi. Bu qırmızı dodaqlar, bu düzgün çiyinlər, bu qabarıq sinə, incəcik bel, bu uzun ayaqlar. Nə vaxt gələcəklər? Doğan xəyaldan ayrıldı. Nə dedin? Deyirəm, ananla bacın neçədə gələcəklər? Gecə, yeməkdən sonra. Acığım tutur ona. Bəli, acığım tutur. Kim bəsləyirəm ona? Möhkəm kim bəsləyirəm? 3 ildir sehirləyib məni. Gözlərimi açıb ətrafımdakıları görə bilmədim. Halbuki üzərimə məsuliyyət düşür. Anamla bacım var. Yalnız öz gələcəyimi deyil, bu 2 yaşlı qadının da gələcəyini düşünməyə məcburam. Kim nə deyir desin. Mənim ağlım bu yolu seçib. Bir neçə saatdan sonra hər şey bitib qurtarmış olacaq. Bundan qurtaracağam, azadlığa qovuşacağam. Bircə bu bir neçə saat tez gəlib keçəydi. Nə olub sənə, əzizim? Gözümə bir cür dəyirsən.
Elə bil ki, sağalmaz bir dərdə tutulmusan. Allah eləməmiş, xəstə zad deyilsən ki. Yox, xəstəlik oluram. Elə belə bir təhərəm. Bəlkə də aclıqdandır. İndi yemək hazır olar. Mən kartofları qızardana qədər sən şərab şüşələrini aç. Belə ləzzətli bir süfrə düzəldək. Özümüz üçün kef eləyək. Olmazmı? Doğan şərab şüşələrini əlinə aldı. İnsanı acdıran ət qoxusu kartof cızıltısı ilə dolu olan mətbəxdən çıxdı. Otağa daxil oldu. Masanın üstündəki güldanı salıb sındırmamağa çalışaraq götürüb başqa bir yerə qoydu. Ağappaq, göy haşiyəli bir süfrə saldı. Qabları, çəngəlləri, stəkanları yerinə düzdü. Şərab şüşələrindən birini açdı. Sonra fikirləşdi ki, birdən sonra aça bilməz, əlləri titriyər. Odur ki, şüşənin ikincisini də açdı. Süfrə hazırdırmı? Xörəyi gətirirəm. Dəhlizi dadlı yemək ətri bürünmüşdü. İncinin səsi eşidildi. Doğan öz-özünə gülümsündü. Əslində bütün bu hadisələr gülüşdü. Tülin İncinin elədiyi kimi mətbəxə girərək bu qızartmanı hazırlaya bilməz. Kartofu sürətlə soya bilməzdi. O eləsə bir güzgünün qarşısında dayanıb dırnaqlarını boyuyar, bəzənər, saçlarına rəng çəkərdi. Bütün bunların mənə nə dəxli? Mən səhər qalxar, işimə gedərəm. İşim rahatdır. Anamla bacım xidmətçilərlə, aşpazlarla dolu olan böyük bir evdə xoşbəxtdilər. Onların qayğısını mən çəkmirəm. Bəlkə başqa qadınlarla da əlaqələrim var. Günün 4/3-ünü küçələrdə istədiyim kimi keçirirəm. Baş müdirin kürəkənindən kim soruşa bilər ki, iş vaxtı hardasan? İşlərim əladır. Hər il vəzifəm bir pillə də yüksəlir. Budur, bu gün bir neçə sözün dodaqlarımdan çıxması ilə yaranacaq bir səadət. Günorta günəşi açıq pəncərədən otağın içinə yayılmağa, şüalar masaya doğru uzanmağa başladı. Doğan o gözəl mavilikdən qorunmaq üçün yalın pərdələri salmağa qıymadı. Masanın bir tərəfindən tutaraq, otağın kölgəli tərəfinə, yumşaq yastıqlarla bəzənmiş divanın o biri tərəfinə çəkdi. Dəhlizə açılan qapının arxasında olan radionu işə saldı. Gözlərini atasının divardan asılmış şəklinə dikdi. Doğrudan öləndə də beləmi idin? Bu şəkildəki kimi idin? Atacığım, o qədər uzaqdasan ki, artıq üzünü belə güclə xatırlayıram. Ay! İncinin səsi Doğanı özünə gətirdi. Qırılan bir qabın cinciltisi, xalçanın üstünə tökülən qızartmadan qalxan buxar. İnci özünü qapının yanındakı skamyanın üstünə açıb hıçqıra-hıçqıra ağlamağa başladı. Gözlərindən tökülən yaş yanaqlarından süzülür, üst dodağındakı kiçik çuxurda yumrulanırdı. Yaylıqla qızaran burnunu örtmüşdü. Uşaq kimi içini çəkərək kəsik-kəsik dedi. Qolum qapıya dəydi. Əlimdəkilər yeri töküldü. Sarsağın biriyəm mən. Həm gecikdim, həm də... Yazıq necə də acmışdı. Doğan ona yaxınlaşdı. Bir şey eləmək, sakitləşdirmək istədi. Eləyə bilmədi. Yerindəcə donub qaldı. Bir bu əskikdi. Ağlamaq. Təzadlar bir-birini təqib etməyə başladı. Nə olsun, əzizim, ağlama. İnci bir tərəfdən yanaqlarından süzülən yaşları qurulamağa çalışır, bir yandan burnunu çəkirdi. Tünd qəhvəyi rəhli gözləri elə bil büsbütün böyümüşdü. Yanaqları qızarmış, sallanmışdı. Hamısı yerə töküldü. Zay oldu hamısı. Neynək, sağlıq olsun. İnci dodaqlarını büzdü. Yenidən göz yaşı yanağından süzüldü. Bəs sən nə yeyəcəksən indi? Gör bir neylədim, gör neylədim. Doğan güclə əlini uzatdı. İncinin çənəsindən tutub qaldırdı. Çatılmış qaşlarının altından baxan qara gözlərini qızın islanmış üzünə dikdi. İncinin kiçicik sifəti Doğanın iri ovcunda əriyib yox oldu. Bəsdir, ağlama. Yetər artıq. İsti göz yaşları birdən-birə qurudu. Tünd qəhvəyi gözlər işıqlandı. Əzizim mənim, yeganə sevgilim. İnci bütün varlığı ilə gülümsündü. Baxışlarını ürkək-ürkək Doğana çevirdi. Sanki ondan üzr istəyirdi. İndi bəs nə yeyəcəyik? Tavada bir-iki tikə qalmışdı. Qalmasa da zərər yoxdur. Bir şey taparıq. Kartof qızartmamışdın? Qızartmışdım. Lap yaxşı. Yumurta var, pendir var. Sən axı şərabla ətli xörək yeməyi xoşlayırsan. Nə olar, bir gündə ətsiz olsun. İnci qollarını uzatdı. Qollarını Doğanın boynuna doladı. Təşəkkür edirəm. Məni necə də sevirsən. Mənim kədərli olmağım səni üzür. Kaş mən də səni beləcə sevə biləydim. O bir anda ayağa qalxdı. İnci isti dodaqlarını onun qanı qaçmış, soyuq dodaqlarına yapışdırdı. Sonra birdən-birə, xatırlayırsanmı? Dedi.
Nəyi? Heç. İnci nəsə demək istədi. Sonra bu fikirdən daşındı. Adət etdiyi bir çevikliklə xalçanın üstünü təmizlədi. Ora-bura səpələnmiş ətləri yığışdırdı. Radioda çalınan mahnını zümzümə edə-edə mətbəxə keçdi. Məni öpdüyün ilk günü xatırlayırsanmı? Ah, mən 70 yaşımda belə o dəqiqəni o günkü kimi yaşayacağam. Oturduğun kətli yavaş-yavaş mənə yaxınlaşdırmışdı. Qızmış kimi idin. Qaşlarım çatılmışdı. Gözlərindəki qığılcımlar məni başdan çıxarmışdı. Nəfəsinin mənə toxunduğunu tel-tel olan saçlarımdan bildim. Səni, dedin. Biraz dayandıqdan sonra əlavə elədin. Öyrənmək istəyirəm. Kəlmələr ağzından güclə çıxırdı. Demək istədiyini heç cür söyləyə bilmir, dərindən nəfəs alırdın. Mənsə təslim olduğumu göstərməmək üçün çapaladığıma baxmayaraq, səndən də çox yorulmuşdum. Nə olacaqsa, bir an tez olmasını, günlərdən bəri gözlədiyim sevincin bir anda tez dodaqlarımda alovlanmasını istəyirdim. Dilim tutulmuşdu. Yerimdən tərpənə bilmirdim. Nə sənin qarşını alır, nə sənə müqavimət göstərə bilirdim. Eləmək istədiyim bircə şey vardı. Gözləmək. Ah, bu saniyələr nə bitməz tükənməz, nə uzun, nə öldürücü idi. Ətrafındakı bütün əşyalar, işıqlar, kölgələr silinmişdi. Günəşin şüaları üzünə yayıldığından gözlərin, burnun, ağzın qızılı rəngə boyanmışdı. Nəhayət, sən qızdığınla mənə yaxınlaşıb dodaqlarını dodaqlarıma yapışdırdın. İkimiz də nəfəsimizi çəkmirdik. Ürəklərimiz şiddətlə döyünür, həyəcandan qəlbimiz sıxılırdı. Nəhayət, sən dodaqlarını çəkdin. Məni qollarının arasından buraxdın. Ah, o anı ömrüm boyu xatırlayacağam. O zaman bu sözləri, sən mənim ilk sevgilimsən, sözlərini deyə bilmədiyim üçün məni bağışla. Doğan İncinin qalxdığı divanda əyləşdi. Nə etmək lazım olduğunu bilməyərək şaşqın halda atasının şəklinə baxırdı. Həftələrdən bəri bu günə hazırlaşıram. Halbuki yenə də əzab çəkirəm, atacığım. Mənə yardım et. Çox çətindir bu. Əgər sən yaşayarkən belə bir iş başına gəlməyibsə, onda bu çətinliyi hiss etməzsən. Radioda köhnə bir mahnı oxunurdu. Bu mahnı unudulmuş, keçmiş günləri xatırladırdı. Baxışlarımız qarşılaşdığı zaman hər şey olub qurtarmışdı, sevgilim. Pərdə arasında siqaret çəkməyi sevmədiyim halda, o gecə necə olmuşdusa, yerimdən qalxmış, eşikdəki qadınlı kişili qələbəliyin arasına qarışmışdım. Teatr bufetinə nə üçün yaxınlaşmış, Muradla necə rastlaşmış, o kiçik qızı birdən-birə necə görmüş, necə qızarmış, kəşələmiş, nə demək istədiyimi bilməyib çaşıb qalmışdım. Sonralar mən bu haqda çox düşündüm. Çox çalışdım ki, bütün bunlarda heç bir qeyri-adilik olmadığına özümü inandırım. Ürəyimdə belə bir duyğu vardı ki, bu rastlaşma əvvəlcədən hazırlanmış, düşünülüb daşınılmış, nəhayət bir gözə görünməz qüvvənin təsiri ilə baş vermişdi. Murad mənim əsgərlik yoldaşım idi. Ehtiyat zabiti kimi eyni bölükdə xidmət etmişdik. O qədər də mehriban, çox da yaxın deyildik. Əsgərlikdən sonra bir neçə il bir-birimizi görməmişdik. O gecə teatrda, o qələbəliyin arasında məni asanlıqla tanıması məni çaşdırmışdı. Əvvəlcə bacısını mənimlə tanış eləmişdi. Gözlərim, duyğum, düşüncəm o kiçicik qıza yönəldiyindən saçları ağarmış müzəyyən bacımın əlini necə sıxdığımı, nələr dediyimi xatırlamıram. Sonra Murad üzünü ona tərəf çevirmiş, bu da İnci, mənim bacım, demişdi. İnci, İnci, İnci. Doğrudan da uşaqlıqdan bəri bu sözü nə zaman eşitsəm, ağlıma eyni ilə bu cür rəhli, gözlərinin içi gülən, utandığından pəmbələşən kiçicik bir qız gəlmişdi. Onunla oynamaq istəmişdim. Gənclik dövrümdə, dəliqanlı ikən yuxumda onu görmüş, boynuna sarılıb saçlarını qoxlamışdım. Teatrda belə bir gecədə ikinci pərdədən sonra bufetin önündə birdən-birə qarşıma çıxacağını hardan biləydim? Murad mənim şaşqınlığımı görüb dedi. Bura yaman istidir, həm də qələbəlikdir. Bəli, bəli, deyə kəkələmişdim. Çox istidir, çox qələbəlikdir. Bufetin maqnitofonunda baxışlarımız qarşılaşdıqda mahnısı oxunurdu. İnci bütün varlığı ilə bu mahnıya qulaq asırdı. Məndən başqa hər kəsi görən gözlərini şaşqınlıqla ətrafında dolandıraraq, kim bilir necə bir düşüncəyə dalmışdı. Mənə bir dəfə də baxmadığını çox yaxşı xatırlayıram. Maqnitofonda başqa mahnı oxunmağa başladıqdan sonra cəmaatı tamaşa salonuna çağıran zəng səsi eşidilən zaman çiyinlərinə tökülən saçlarını yığışdıraraq təlaşla "Tez ol, pərdə açılar!" deyə qardaşının qolundan çəkmişdi. Murad, "Niyə tələsirsən canım?" deyə söyləmişdi. "Hələ zəng 2 dəfə də vurulacaq. Nə olub sənə?"
O zaman utancaqlığından qızaran yanaqlarını bütün qələbəlikdən gizləməyə çalışaraq önünə əymişdi. Qardaşı bir kəlməsini də dinləmədiyim söhbətini bitirib, "Hə, gəl görək, gedirik," demişdi. İnci yalnız bu zaman gözlərini yerdən qaldırmışdı. Bacısı əlimi sıxmış, Murad bir gün mütləq işlədiyi yerə gedib qəhvəsini içməyimi arzu etmiş, sonra salonun qapısına doğru getmişdilər. Ürəyim elə vururdu ki, sanki indicə sinəmdən qopub yerə düşəcəkdi. Onun mənə əhəmiyyət vermədən qardaşı ilə bacısının ardınca getdiyini, sonra birdən-birə borcunu yerinə yetirməyi xatırlayıb sürətlə geri dönərək, üzümə belə baxmadan, təlaşla əlimi sıxıb, çiyinlərinə tökülmüş saçlarının uşaq qoxusu verən ətrini yayaraq, yenə o sürətlə qələbəliyin arasına qarışdığını görmək məni tamamilə olduğum yerdə saxladı. Elə bil ki, məni bura mıxladılar. Artıq tamaşaya baxa bilməyəcəyimi anlayıb, bufetin önündəki kürsülərdən birinə oturub, soyuq bir limana sifariş vermiş, uzun bir zaman beləcə qalmışdım. Ağlımdan keçdi ki, bufetçiyə pul verib işıqları azaldılmış o boş səssizlik içində o mahnını bir də çaldırım. Masaların üstündəki qəhvə, çay fincanlarını səs salmamağa çalışaraq yavaş-yavaş toplayan qoca qarson tamaşanı bəyənmədiyimi zənn edərək gülmüşdü. Bura içəridən daha yaxşıdır. Əvvəllər bu teatrda nə gözəl tamaşalar oynanırdı. İndi bilmirəm bu ürək sıxan şeyləri hardan tapırlar. Qarson soyuq limonad gətirib mənim önümdəki masaya qoydu. Mənə bir qəhvə də ver. Mən bunu dediyim zaman qoca qarson bir an şübhə ilə üzümə baxdı. 20 dəqiqədən bəri uşaqlığımın mənə kədərlə qarışıq sevinç verən xoş bir xəyalına qovuşmuşdum. Doğan yerindən tərpəndi. İndi qapının arasından başını uzatdı. Bəli. Günəş İncinin gözlərini qamaşdırdığından kirpikləri yarı aralı idi. Bir gör neynədim? Neynədin? Yerə düşən ət parçalarını suyun altında yaxşıca yaxaladım. Yenidən tavaya qoydum. Görürsən bir şey olar? Olar bəlkə də. İyrənməzsən ki, onsuz da istilik mikrobları məhv edir. Çox gözəl. İstəmirsən bişirməyim, hə? Sən bilərsən. Bir də qayğanaq hazırladım. Yaxşı. İndi gətirəcəyəm. Çox acmadın ki. Xeyr. Hətta şərabı da stəkanlara süzmüsən. Bəli. Mənim əzizim, bugün əməlli başlı süfrə düzəltmisən. Doğan güldü. Mən gülməməliyəm. Özümü saxlamalıyam. Soyuqqanlı olmalıyam. İnci gözlərini şərabla dolu stəkanlara dikdi. Kiçicik qırmızı dilini dodaqlarının arasından çıxartdı. O yerindən qalxdı. Şərabla dolu stəkanlardan birini götürüb tökməyə çalışaraq İncinin qapıya yapışmış kimi duran üzünə yaxınlaşdırdı. Yumulmuş dodaqlarına uzatdı. Tülinin də gözləri gözəldi. Dodaqları, bəli, olsun, nə olacaq? Şərabdan birazca içən İnci birdən-birə başını qaldırmış, gözlərini Doğana çevirmişdi. Doğan cinayət üstündən yaxalanmış kimi öz-özünə qızardı. İnci dedi, daha özcə bir şey. Başa düşmədim. Doğan yenə də şaşqın halda stəkanı ona uzatdı. Qız dedi, istəmirəm onu, dodaqlarını ver. Doğan istər-istəməz üzünü uzatdı. O andaca dodaqları İncinin ağzında əridi. Onun bütün vücudu məst olmuşdu. İsti bir nəfəs yanağını yandırırdı. Pəncərədən o tərəfdə uşaqlar atlambac oynamağa başlamışdılar. Hava yenə də mavi idi. Sanki uşaqların şənlənməsi, xoş gülüşü ağacın biraz da böyüməsinə, çiçəklərinin daha da gözəlləşməsinə səbəb oldu. İnci mətbəxə qayıtdığı zaman tamamilə başqa vəziyyətdə idi. Qazın üstündə qayğanaq vardı. O biri gözündə qovrulmuş qızartmanın iyi gəlirdi. O qazı söndürdü. Əvvəlcədən hazırladığı nimçələrin içinə pendirlə sucuq dilimləməyə başladı. O 2 il necə boş-boşuna keçdi. Lap elə onun səfehliyi üzündən. İstəsəydi məni tapmazdımı? Yolumu gözləyib məni qarşılaya bilməzdimi? Üstəlik sahibimin yaxın adamı olmaq kimi bir fürsət də əlində vardı. İstəsəydi evimizə də girib çıxa bilər, o 2 uzun ilin havayı yerə getməsinə maneçilik törədə bilərdi. Görəsən o bunu istəmədimi? Xeyr, onun istəməməsi mümkün deyildi. Ancaq çılğıncasına sevməsi də həqiqət idi. Deməli o qüruru üzündən, özünü çox bəyəndiyinə görə mənim onun ayağına gedəcəyim günü gözləmişdi. Buna baxmayaraq, mən onun ayağına getdim də. Necə oldu bilmirəm. İlahi, necə oldu? Hansı qəlbi işıqlı, camalı gözəl mələk məni onun olduğu yerə göndərdi. Mən hələ də buna heyrət edirəm. Mən ömrümdə ilk dəfə olaraq banka gedirdim. İçəri girəndə utanmışdım. Ayaqlarım bir-birinə dolaşmışdı. Sizə nə lazımdır? Qızın bu sözlərini güclə eşitdim. Müzəyyən bacımın kitabçasını uzatdım.
100 lirə qoyacağam, deyə kəkələdim. Bircə anda bankın içindəki bütün adamların, bütün o qələbəliyin mənə baxdığını, gülüb ələ saldığını zənn etdim. Utanıb qısıldığımdan özümə yer tapa bilmirdim. Qarşımda dayanan ürəkdən sevdiyim, fikrimdə, xəyalımda yaşatdığım qız olsa da, mən onu tanıya bilməmişdim. Əvvəlcə məni görüb tanıdığını o da üzə vurmadı. Çox yaxşı, dedi. Verin kitabçanızı. 100 lirənizi də. Burada gözləyin. Mənə elə gəldi ki, bacımın kitabçasını da, 100 lirəsini də əlimdən aldılar və heç zaman da mənə qaytarmayacaqlar. Mən nə etmək lazım olduğunu bilmədiyim üçün qorxu ilə onun göstərdiyi yerdə oturdum. Mən indi heç kəsin üzünə baxa bilmirdim. Aradan nə qədər vaxt keçdiyi yadımda deyil. Kitabçanı yenidən mənə qaytardılar. Qalın səsli bir adamın alın kitabçanızı dediyinizi eşitdim. Doğan pəncərənin önündə oturub gözlərini qarşısındakı maviliyə dikmişdi. Günəşin şəfəqləri üzünü isindirmişdi. Bu onun xoşuna gəlirdi. O 2 ildə nələr çəkdiyimi bilənlər kim bilir, bugünkü vəziyyətimi necə qarşılayacaqlar. O 2 uzun ildə ümidsiz eşqə uyub, dəlicəsinə yuxusunu itirən, bəzən gecələr səhərə qədər yerinin içində qıvrılan, sayıqlayan mən idimmi, ilahi? Teatrda onu gördüyüm vaxt mənə nə olmuşdu? Yerimdən dura bilmir, küçəyə atılır, küçədə dayana bilmir, evə qayıdırdım. Neçə dəfə özümü saxlaya bilməmiş, muradı tapmaq, danışmaq, yenidən dost olmaq, qəlbinə yol tapmaq istəmişdim. Ancaq o qız məni bəyənməmiş, üzümə belə baxmamışdı. Bax bu, məni muradı tapmaq fikrindən daşındırırdı. Qızı tapsaydım belə, ona nə deyə bilərdim? Başa sala bilərdimmi? Onu ilk dəfə 6 yaşımda yuxuda gördüyümü, ağlayaraq oyandığımı, heç kəsin məni sustura bilmədiyini. Ondan sonra illərimin məhz onu axtarmaq, aramaq, gözləməklə keçdiyini, harda ona oxşayan bir adam görsəm, görəsən bu odurmu, deyə tir-tir titrədiyimi. Onu tapmaq, sonra da ölmək istəyirdim. Bax bunu, bütün bunları ona başa salmağı bacarardımmı? Bunu anlatsam da nə faydası ola bilərdi? Məni bəyənəcəkdimi? Sevə biləcəkdimi? Özündən neçə yaş böyük, qoca, çirkin hesab etməyəcəkdi? O 2 ildə həmişə onu axtardığım halda cəmisi 2 dəfə onunla rastlaşdım. Birinci dəfə yanında bir qız vardı. Yəqin ki, yoldaşı idi. Danışaraq, gülüşərək mənim varlığımı, yanlarından keçdiyimi belə hiss etməyərək qarşımdan ötüb keçdilər. Mənsə çox şirin bir yuxudan oyanmış kimi yerimək qabiliyyətimi itirmişdim. Yerimdəcə donub qalmışdım. Mən onların arxasınca getmək istədim. O anda özümə 2 balaca qızın dalınca düşən yaşlı bir kişiyə güldüm. Gedə bilmədim. Dönüb onlar gedən səmtə baxdım. Artıq onlar getmişdilər. İkinci dəfə bundan da betər oldu. Yay idi, axşamüstü idi. Bəyoğlu küçəsində insanların bir-birini itələyərək getdikləri bazar günü idi. Birdən-birə qarşımda onu gördüm. O bir kişinin qoluna girmişdi. Saçları çiyinlərinə tökülmüş, dodaqlarında xoşbəxt bir təbəssüm var idi. Onu görərkən bütün bədənimi bir titrəmə, bir atəş bürüdü. Ömrümdə ilk dəfə idi ki, qısqanclıq deyilən duyğunu belə qüvvətli şəkildə hiss edirdim. Bütün bu gürultu, insanlar, maşınlar, küçəyə yıxılacaqmış kimi görünən evlər yox olmuşdu. Bir onu görürdüm, bir də yanındakı adamı. Sevgilisi idimi, nişanlısı idimi, əri idimi bilmirəm. Onun yarandığı gündən bəri mənim olmalı olan bu qızın başqasının qoluna girməsi. Yox, mən bu intiqamı ondan alacaqdım. Sən peşman olacaqsan. Həm də elə möhkəm peşman olacaqsan. Mənsiz keçirdiyin günlərin intiqamını alacağam səndən. Qəribə hisslər keçirirdim. Nə qədər qəribə olsa da, bu gün də qəlbində həmin qisas almaq hissi var. Sanki bütün elədiklərimin nəticəsi bu olmalıymış. Halbuki mən bunun belə olmadığını bilirəm. Məncə, İncinin heç bir günahı yoxdur. Ona baxarkən bir zamanlar bu qızı necə dəlicəsinə sevdiyimə təəccüb edirəm. İndi bütün bunları, bütün bu sevgini gülünc hesab edirəm. Sevgi bir adamın istəyərək, bilərək ya da özünü məcbur edərək müəyyən bir xəyal yaratmasından başqa bir şey deyildi. Gəl, süfrə hazırdır. İnci bu dəfə əlindəkiləri yeri salmamaq üçün nəfəs almaqdan belə qorxaraq nimçələri masanın üstünə düzmüşdü. Sevinc içində idi, gülürdü. Radionun düyməsini bastı. Müğənni qızın səsi birdən-birə otağa doldu. Doğan ağır-ağır qalxdı. İncinin qarşısında həmişəki yerində oturdu. Elə indi sözə başlayımmı? Bəlkə yeməkdən sonraya qalsın. Nə olacaqsa olmalıdır. Daha gözləmək olmaz. Bu mövzuya ciddi bir sözlə başlamayacağam. Ona hər şeyi olduğu kimi, heç bir xüsusi ədaya qapılmadan danışmaq istəyirəm.
Onun necə mütəəssir olacağını, bu məsələyə nə cür münasibət bəsləyəcəyini diqqətlə ölçüb biçmişəm. Hər halda yaxşı olmalıdır. Əvvəlcə biraz şərab içməliyəm. İnci onun istəyini gözündən oxumuş kimi stəkanı ona uzatdı. Növbə sənindir, ancaq hamısını içmə. Doğan bir neçə udum içdikdən sonra qurtarmalıyam. Hamısını bir nəfəsə deyib qurtarmalıyam, deyə düşünüb stəkanın içindəki şərabı son damlasına qədər içdi. Oho, İnci güldü. Heç mənə saxlamadın? Səni düşünmürəm. Hardan biləsən bunu? Necə bilə bilərsən? Radiodakı konsert qurtarmışdı. İndi xəbərləri oxuyurdular. İnci, radionu söndürünmü? Söndür. İnci qalxdı. Radionu söndürdü. Sonra şübhə ilə Doğana baxdı. Xörək necə çıxıb? Yaxşıdır. Ət bərkimiyib ki? Bilmirəm. Doğan çəngəllə kiçik ət parçasını götürüb üfürdü. Çeynəməyə başladı. Düşüncəli nimçəsinə baxdı. Yumşaqdır? Hə. Dadlıdır? Hə. Əzizim mənim. Məni pərt eləməmək üçün bir şey demir. Yoxsa bu ət heç yeyiləsi deyil. Yuyulduqdan sonra qayış kimi olub. Neyliyim, başqa çarəm yox idi. Doğan şərab şüşəsini götürdü. Stəkanı şərabla doldurdu. Əvvəlcə onu danışdırmalıyam, kefini açmalıyam. Bu soyuq, insanı donduran havanı dağıtmalıyam. Keçən bazar günündən bəri nə iş görmüsən? Heç soruşma. Günlərimin sənsiz necə keçdiyini bilməsən daha yaxşı olar. Elə hey günləri sayırdım. Bazara 4 gün qaldı, bazara 3 gün qaldı, 2 gün qaldı. Cümə gecəsi yata bilmədim. Ertəsi günü sənə telefon edəcəyimi, heç olmasa səsini eşidəcəyimi düşünmək məni sevinçdən sərxoş edirdi. Bilmirəm, nədənsə ilk dəfə tanış olduğumuz gün gizlədə bilmədiyim həyəcanı yenidən duyurdum. Bir yerə getmisən? Hə, bircə dəfə. Çərşənbə günü Müzəyyən bacımla bir yerdə Təhsin dayımgilə getmişdik. Filiz xəstələnib. Sən deyən xəstəyə oxşamır. Mənə elə gəldi ki, qız aşiq olub. Mütləq vurulub bir adama. Ancaq bunu gizlətməyə çalışır. Dayım arvadı da başa düşmür. Həkim gətirməyi belə lazım bilməmişdilər. Müzəyyən, İnci danışarkən Doğan şərab stəkanını boşaltdı. Yenidən doldurdu. Qoy bir stəkanda içim. Bir dəfə 5 stəkan limonlu rom içmişdim. Başımda da heç bir ağırlıq hiss etməmişdim. Bəs bu 2 stəkan şərab məni nə tez tutdu. Tülinlə oturub dincəlmədən rəqs etmişdik. Salonun içi hamam kimi isti idi. Yamanca tərləmişdim. Masamızın arxasında oturub rəqs edənləri seyr edirdim. Birdən-birə bu oynayanlara gülməyim tutdu. Tülin dedi. Ürəyim darıxdı burada. O biri bara keçək. Saatıma baxdım. Məni yuxu basırdı. Biz bir yarı qaranlıq bardan başqa yarım qaranlıq bara keçdik. Burada İskəncəbi şorbası içdik. Nəsə burada mənim xoşuma gəlmədi. Çıxaqmı? Dedim. Çıxaq. Tülin razılaşdı. Ümumiyyətlə Tülin qəribə adam idi. Nəyə sevindiyini, nə üçün narahat olduğunu heç vaxt bildirməzdi. İndi də bu barın xoşuna gəlmədiyini bildirmək istəmirdi. Biz küçəyə çıxdıq. Mən, icazə ver maşını mən sürüm, dedim. Mənim maşını sürməyimə razılıq verdi. Mən sükanın arxasına keçdim. Tülinlə yaxınlaşandan sonra maşın sürməyi öyrənmişdim. İndi gecənin elə bir vaxtı idi ki, küçələr bomboş idi. Başıma gələn bu qəribə təzadlı hadisələrin məni hansı sahilə atacağının fərqinə varmadan maşının sürətini artırdım. İndi heç bir şey mənə çata bilməzdi. Mən uçmaq istəyirdim. Mən Tülini biraz güldürmək üçün dedim. Bu yol İstranca meşələrinə gedir. Səni qaçırdacağam bu gecə. Tülin bu sözə gülmədi. Nə etsəm də gülməyəcəkdi. Önümüzdəki şüşəyə yağış damcıları çırpılırdı. Tarlaların içindən keçən yol islanmış torpaq qoxusu verirdi. Maşınımızın işıqları alaca qaranlığın içində bir çoban fənəri kimi parıldayırdı. Elə deyilmi? İnci söhbətini davam etdirdi. Doğan gözlərini qaldırdı. Təəccüblə baxdı. Nə? Müzəyyən xalam bu sözündə haqsız idi. Bəli, şübhəsiz. Mən də belə dedim. Dayım arvadı Filizi möhkəm danladı. O vaxt Təhsin dayım Səma elə tutqun idi ki, elə bil ki, bir də açılmayacaq, aydınlaşmayacaqdı. Hara getmək, nə etmək lazım olduğunu bilmirdim. Daha doğrusu beynimdə heç bir düşüncə, heç bir arzu, heç bir istək yox idi. Bir həftə öncə bir-birimizə məhəbbətimizi bildirmiş, nişanlanmağı qərarı almışdıq. Neçə dəfə Tülinə İncidən söz açmaq, 3 il möhkəm surətdə ona bağlandığımı və indi bu bağın çözülüb qırıldığını ona demək istəmişdim. Ancaq deyə bilməmişdim. Sözlərimə əhəmiyyət verməyəcəyini, çiyinlərini çəkəcəyini, bəlkə də məni dinləməyəcəyini düşünmək ürəyimi buz kimi dondururdu. Özümü onun soyuq baxışları altında hiss edirdim.
Tülünün laqeydliyi, heç bir şeyə əhəmiyyət verməməsi məni çox narahat edirdi. Mən nə etdiyimi bilmədən birdən qazı basdım. Maşını saxladım. Ətrafımız yarı qaranlıq idi. Burada yağış yağırdı. İslanmış torpaq iyi gəlirdi. Sanki biz birdən-birə göy boşluğunun ortasında dayanmışdıq. Tülün başını arxadakı söykənəcəyə dayamış, gözlərini yummuşdu. Bütün gecə içdiyimiz cürbəcür içkilərdən məst olan qızın dodaqları aralı qalmışdı. Kim bilir, bəlkə də Tülin sərxoş olmuşdu. Boynuna sarılmaq, vücudunun hərarətini yanaqlarımda, üzümdə duymaq, anasını qucaqlayan, ona sarılan bir uşaq kimi hıçqıra-hıçqıra ağlamaq istəyirdi. Qollarımı boynuna saldım. Yavaşca dodaqlarından öpdüm. Üzümü üzünə yapışdırdım. Doğanım deyən titrək səsini eşitmək istəyirdim. Ürəyimdə elə bir coşğunluq, elə bir sevilmək, sığallanmaq, nəvaziş görmək hissi vardı ki, istəyirdim ki, dəcəl bir uşaq kimi nazımı çəksinlər. Mən özüm də bir uşaq kimi idim axı. Tülünün dalğın halda qalması səbrimi tükəndirdi. Qolumu onun boynundan kənara çəkdim. Üzümü biraz da üzünə yaxınlaşdırdım. İstədiyim arzuya çata bilmirdim. Halbuki qız olduğu kimi qalmışdı. Heç qımıldanmırdı. Mən şaşqınlıq içində donub qalmışdım. Sonra hissləndim. Uzaqda itlər hürüşürdü. Mən düşdüyüm vəziyyəti bütün təfərrüatı ilə dərk edirdim. Həm də heyrətdə bu idi ki, İnci məni həmişə özü öpmüşdü. Tülin isə... Radionu açınmı? Xəbərlərin oxunması qurtarıb. Doğan önündə duran şərab dolu stəkanı bir nəfəsə boşaltdı. Boğuq, qalın bir səslə, yox, dedi. Sonra İnci yerindən qalxdı. Doğan əlinin işarəsi ilə onu oturtdu. Sənə deməli sözüm var. Doğanın gözləri hədəqəsindən çıxmışdı. Dodaqları titrəyirdi. Ürəyi elə çırpınırdı ki, az qalırdı boğulsun. Boşalan stəkanını yenidən doldurdu. Son damlasına qədər içdi. Bir anda hər şey bitəcək. Bu şərabı istəyim kimi. Stəkan, nimçənin içindəki ət parçaları, çəngəl, bıçaq, duz qabı baxışlarımın önündə getdikcə böyüyürdü. Qaşığın üstünə qonmuş milçəyin qanadları yarasanınki kimi açılıb yumulurdu. İndi bu saat, müqəddiməsiz filansız, 2 kəlmə ilə. Biz ayrılmalıyıq. Bəli, bu qədər. Ayrılmağımız gərəkdir. Masanın üstündəki süfrə bəyaz bir sonsuzluq içindəki ağ çölə bənzəyirdi. Güldandakı çiçəklər elə qırmızı idi ki, sanki bu qırmızılıq adamı kör edəcəkdi. Xalının üstünə düşmüş gün işığında bir gecə sərinliyi vardı. Onun qanı qaçmış soyuq dodaqları aralandı. İnci dedi, yox, lazım deyil, söyləmə. Pərdələr, masa, qapı, pəncərə başına fırlandı. İncinin sözlərini güclə eşitdi. Gənc qızın yanaqları qızarmış, gözləri böyümüşdü. Nə söyləyəcəyini bilirəm. O ayağa durdu. Arxasını Doğana çevirərək pəncərənin önünə getdi. Üzünü ondan gizlətmək istəyirmiş kimi alnını soyuq şüşəyə yapışdırdı. Bayırda, ağacların altında uşaqlar gözbağlıca oynayırdılar. İnci qüssəli səslə dedi. İnan, mənim bu işdə heç bir günahım yoxdur. O adamın məni harda, necə gördüyünü belə xatırlamıram. Atası atamla görüşüb, bir-birlərinə söz veriblər. Oğlan vəkildir, gəncdir, pulludur. Bütün bunların mənə nə dəxli? Mənim sənə, yalnız sənə aid olduğumu bilsəydilər, bizi görüşdürməyə çalışmazdılar. Ancaq nə bilsinlər? Bu işdə onların da günahı yoxdur. Bizim münasibətimizi bilmirlər. Əlbəttə bilməzlər. Anama da, bacıma da ona getməyəcəyimi dedim. Bilirsənmi bu xəbərdən necə heyrətləndilər? Bu məsələ onları lap çaşdırdı. Mən dedim ki, lazım gəlsə evdən çıxıb gedəcəyəm. Özümə iş tapacağam. Heç bir iş tapmasam, qulluqçuluq etməyə də razı olacağam. Atamla qardaşım elə biliblər ki, mən dəli olmuşam. Zavallı anam, bütün bunları mənə danışarkən hıçqırıb ağlayırdı. Mənsə səni, yalnız səni düşünürdüm. Həm də məni çox məcbur etsəydilər, əlimdən xata çıxa bilərdi. Sənin üçün edə bilməyəcəyim heç bir şey yoxdur. Qəlbimdə yalnız onlarla deyil, bütün dünya ilə vuruşmaq üçün qüvvət vardı. Məni məcbur edə bilməyəcəklərini anladılar. Daha israr etmədilər. İndi sakitlikdir. Daha məndən heç kəsin işi yoxdur. Amma bütün bunları sənə deyə bilmirdim. Səni bir an əzab çəkmiş, sarsılmış görməkdənsə ölməyə razıyam. Bilirdim ki, bunları sən də eşidəcəksən. Amma özüm deyə bilmirdim. Doğrudan sən hər şeyi nə tez eşitdin? Hardan xəbər tutdun? Doğan heyrətlə İnciyə baxdı. İnci nə söyləyirdi? Bütün bunlar nə demək idi? Doğanın gözləri önündə hər şey qəribə şəklə düşmüşdü. Və o, bu qeyri-adi şəklin arxasından İncini görməyə çalışırdı. İnci əlavə etdi. Sənin fikir eləməyinə heç bir əsas yoxdur. Axı onlar mənim sənə bağlı olduğumu hardan biləydilər? Ərə getməli olan gənc bir qızı istəyərlər də.
Ən çirkinlərinə belə elçi düşən olur. Mənsə, sözsüz məni də istəyənlər olacaq. Atamla, qardaşımla üz-üzə gəlmədim. Ancaq anamla bacıma son sözümü söylədim. Bilirsənmi, onlar məni istəyirlər, çox istəyirlər. Ona görə də məcbur etmirlər. İnci öz-özünə düşündü. Nə olaydı, kaş bu söylədiklərim doğru olaydı. Yoxsa evdəki bu söz-söhbət məni lap əldən salıb. İnci danışırdı. Oğlanın atası atamın yoldaşı imiş. Bir neçə dəfə bizə gəliblər. Vallah, düzü, ha vaxt gəldiklərini xatırlaya bilmirəm. Sən istəmirsən deyə, mən həmişə qonaqları qarşılamağa çıxmıram. Amma bir axşam anam məni qonaqlara qəhvə verməyə məcbur etdi. Hirslənirsən deyə söyləyə bilmirəm. Halbuki burada hirslənməli nə var ki? Evimizə gələn qonaqlara qəhvə vermişəm, məgər verə bilmərəm? Doğan silkindi. Əli ilə şərab şüşəsini axtardı. Qarşısında olduğu halda şüşəni tapa bilmədi. Deməli belə, onu ərə vermək istəyirlər. Ayağa qalxmaq istədi. Masaya dirəndi. Dizləri titrəyirdi. Gördü dura bilmir, təzdən yerinə çöktü. O fikir içində çırpınırdı. Demək, bir başqa adam. İncini qucaqlamaq, öpmək, yatağa sürükləmək, oxşamaq, almaq istəyən başqa bir adam. O necə adamdı? İnci gözlərini yerə endirdi. Alnında kiçik tər dənələri əmələ gəlmişdi. Tanımıram, vallah görməmişəm. Yalan deyirsən. İnci səsini çıxartmadı. Yanaqları allanmışdı. Doğan, yalan deyirsən, deyə təkrarladı. Onu görmüsən də, onunla danışmısan da. Düzdürmü? Yox, yalan demə. Doğru deyirəm. Görmüsən onu? Xeyr, görməmişəm. Nə iş görür? Bilmirəm. Neçə yaşındadır? Bilmirəm. Gəncdimi? Bilmirəm. Zəngindirmi? Doğan, yalvarıram, sorma artıq. İnan mənə, heç bir şey bilmirəm onun haqqında. İnci qalxdı. Ciyərlərinə dolan hava onu boğacaqmış kimi boğazında qaldı. Güclə kəkələdi. And içirəm. Mənim canıma? Xeyr. Bəli. Yox, bilirsən, sənin canını and içə bilmərəm. Doğan yumruğunu masaya vurdu. Yerə düşən bir nimçə cingilti ilə qırıldı. And içəcəksən. İçməyəcəyəm. İçəcəksən. Doğan, daha bəsdir, yalvarıram. İçəcəksən deyirəm. Mənim canıma and içəcəksən. Doğan yırğalanaraq ayağa qalxdı. Ayaq üstə zorla dayanırdı. Arxasına şüşəyə söykəyən İnciyə doğru getməyə başladı. Bir an mavi göyü, çiçəkli ağacı, oynayan uşaqları görən kimi oldu. Elə bil ki, gözlərini qalın bir pərdə bürümüşdü. İncinin biləklərindən tutub bütün gücü ilə sıxdı. Burax, deyə İnci inildədi. Yox, buraxmayacağam. İncidir, burax. And iç. Doğan, and iç deyirəm mənim canıma. İncinin gözlərindəki həyəcan göz yaşlarına çevrildi. Gözləri doldu. Biləkləri Doğanın güclü barmaqları arasında əzilirdi. Doğan həmin əsəbiliklə. Deməli, aldadırsan məni, dedi. Burax məni. Yalan deyirsən mənə, eləmi? Xeyr. Görüşmüsən, danışmısan onunla, üz vermisən. Xeyr. Onda and iç, and iç. İncinin biləkləri küləyin barmaqlar arasından apardığı bir yaylıq kimi Doğanın ovcundan qurtuldu. Əllər paltarın ətəyini qucaqlayırmış kimi aşağı indi. Gün işığında qızıl rəngə salan qumral saçlar iri ayaqqabıların üstünə sərildi. Bir şey demək üçün aralanan nəmli dodaqlar günəşdən qovrulan xalçanın hərarətli istiliyinə qarışdı. Doğan birdən-birə ayıldı. Nə edəcəyini bilməyərək İnciyə baxdı. Ağac, səma, İnci, günəş, uşaqların səsi, hər şey bir-birinə qarışmışdı. Doğan düşünməyə çalışdı. İnci, bütün bunlar, bu göy, bu ağac, bu günəş, bu uşaqlar əyildi. İncini qucaqladı. Onun isti, yumşaq ayaqlarını, dik möhkəm döşlərini qucaqlayan qollarına birdən-birə gələn bir həz, bir duyğu, bir əzginlik yaxınıb bütün vücudunu bürüdü. Nə üçün? Nəyə görə? Sözləri fikrində canlandı. Niyə? Axı belə etdin. Doğanın bədənində, dizlərində elə bir titrəmə, elə bir sarsıntı vardı ki, pəncərənin önündən küncdəki divana qədər olan 5 addımlıq yol ona gedilməyəcək kimi uzaq görünürdü. Onunla olmaq. Son bir dəfə. Son dəfə onu almaq. O bu düşüncələrlə səndələdi. Yarışı qazanmaq istəyən bir idmançı kimi qeyri-adi bir güclə divana yaxınlaşdı. Qollarını əymədən İnci ilə bərabər yumşaq divanın üstünə yıxıldı. İnci sinəsini dikəldərək güclə nəfəs alırdı. Doğan yorğun idi. Gücdən düşmüşdü. Dodaqlarını onun azca nəmlənmiş boynunda, yanaqlarında, qulaqlarının arxasında gəzdirirdi. İnci gücsüz halda gözlərini yumdu. Bu
Bu hadisədən illər keçmişdi. Bir yay axşamı üstü açıq bir maşını özüm sürərək dənizə baxan ağaçlı, yamyaşıl bir kazinoya gedirəm. Tək başınayam. Saçlarım ağarmış, amma üzüm eyni üz. Gözlərim eyni gözdür. Əynimdə olduqca qəşəng, bahalı bir kostyum var. Məşhur bir adamam. Maşınımdan enirəm. Kazinodakı adamlar sevgi ilə, heyranlıqla mənə baxırlar. İnci də onların arasındadır. Əri, uşaqları, atası, anası, Murad, Müzəyyən bacı. Heç birinə baxmadan tənha bir güşədə boş bir masanın arxasında otururam. Qarsonlar önümdə hörmətlə əyilir, nə əmr edəcəyimi gözləyirlər. Mən onlara əhəmiyyət vermədən tapşırıram ki, bir şey gətirsinlər. Yay günəşinin axşam şüaları dənizi parıldadır. Bir səs eşidilir. Doğan, Doğan. Mən yavaşca başımı çevirirəm. Murad ayağa qalxıb məni masalarına çağırır. Gülümsüyürəm. Hamı bizə baxır. Ağır-ağır gedirəm. Hamının əlini sıxıram. Növbə İnciyə gəlincə gözlərimiz qarşılaşır. İncinin gözlərində saf eşq, acı kədər, sonsuz peşmançılıq. Birdən-birə bütün o qələbəlik, dəniz, parıltı, əri, atası, Murad, uşaqlar xəyalımdan silinir. Hər şey əvvəlki halına düşür. İnci, necəsiz? İnci gülümsünür. Yanaqları lacivərd rəng alır. Yaxşıyam, bəs siz necəsiz? Mən məhzun halda gülümsüyürəm. Cavab vermirəm. O məni başa düşür. Sonra yenidən səslər eşidirəm. Bir neçə saniyədən sonra parıltılı dəniz, əri, atası, Murad, uşaqlar yenidən xəyalımda canlanır.